Balakən şəhərinin Qaçaq kəndində, çay kənarında həyətyanı ev satışa çıxardıq. Satışa çıxarılan sol tərəfdəki kubik daş ilə hasara alınan yerdir. Tam çayın kənarıdır. Yol kənarı kubik ilə hasarlanmışdır. Yol boyu. Qaz xətti qarşısından keçir. Yəni hal-hazırda evdə qaz xətti çəkilib işlək haldadır. Qazı var. İşıq xətti də çəkilmişdir. İşıq qazı var. Köhnə evdir, evdə yaşayış yoxdur. Evin içərisində də su xətti çəkilmişdir. Dörd otaqdan ibarətdir. Evin içərisində də qaz xətti çəkilmişdir. İşlək haldadır. Çardaqlı mal damıdır. Bar verən iri hər cür meyvə ağaçlarından əkilmişdir. Qeyd etdiyim kimi çardaqlı mal damıdır. Çay daşından tikilmişdir. Tam çayın kənarıdır. Bir neçə toma iri fındıq ağaçları. Deməli, evə aid 15 sotu həyətyanıdır. Opşilikdə gördüyünüz bu hissədə torpaq həyətyanı ilə bir yerdə cəmi 70 sotdur. Qonşularla aralıq bağlıdır. Yeni əkilmiş fındıq tomalarıdır. Qeyd etdirmişəm, fındıq tomalarından əlavə bar verən 15-20 ədəd meyvə ağaçlarıdır. Hər cür meyvələrdən əkilmişdir. Satışa çıxarılan ev səfalı yerdə yerləşir, köhnə evdir. Torpağın yan tərəfindən qeyd etdiyimiz kimi ta axıradək axar çaydır. Satışa çıxarılan yer səfalı yerdə yerləşir. 15 sot həyət yanıqsı bu hissədə qeyd olunmuşdur. Kupçası var. Yerdə qalan pay torpaqdır. O da kupçalıdır. Opşu torpaq sahəsi 70 sotdur. Deməli, evin dəyər qiyməti 70 sot həyətyan, 15 sot həyətyanı qeyd etdiyim qalanı pay torpaqdır. Çay kənarı olduğu üçün, yəni səfalı yer olduğu üçün qiyməti 50.000 manata təklif olunur. Hər ikisinin həyətyanının da pay torpağında kupçası var. Notarial qaydada alqı-satqı edərək 70 sot torpaq və üzərində olan köhnə ev və mal damını əldə edə bilərsiniz. Hal-hazırda yaşayış yoxdur. Su xətti də, içməli su xətti də çəkilmiş, gördüyünüz kimi var. Real alış şərti ilə yaxınlaşsanız qiymətdə cüzi endirim olacaqdır.